Gel yok kardeşim bir tek diyen bak bu çörek benim. Nasıl fırlatırdınız bu kızı akşam gün kim deyip görürdük. Böyle bak. Eləmə. Eləmə. Kor eləsin. Ellerim bel olsun. Ayaklarım bel olsun. El arabasında gezim. Sentyabrın 15'inden bıratan ben yalaq deyiləm. Ne de gök aralayıp yalağın girəm götər. Mən sentyabrın 15'inden bıratan o məni Zaur müəllimin Niye bak? Mənə nələrə qarbacım bir də gidiyor. Füzulinin reklamdır. Bir Füzuli getdi sigaret kişilərdir. Reklamda kişilər gedir sigaret çəkir arxa tərəfdə reklam olana qədər. Reklam olana qədər Əkbərdir, Füzulidir, bir də başqası bir iki nəfər. Gedib orada sigaret çəkir. Otelin dalında, ATV'nin dalında. Veriliş başlarına qədər. Birinci, 5-ci mərtəbədə verilişdi, 3-cü, 4-cü mərtəbədəki tamam tualetdir. Bunlar gedib orada sigaret çəkir. Füzuli gəlib oturup divanda oturan kimi Füzuli'ye bu atmaca attı. Füzuli yazıqlar, vay be bədbaxt insandır. Atmaca tanıdı, mən də dedim ki ay Esmira. Elə dedim, bu çörək haqqı. Dedim ay Esmira, sən kimsən ki sən gəlib quyruq qoyursan ortaya. Bu məni istir, mən də bunu istəyəm. Reklam olub, reklamdır. Bu başladı əndən mikrofon almaq, qatıqlamağa, reklam da bitdi. Bu qatıqlayandı, dörd olasın. Bunlar ana bala məndən əl çəkmədi, qızı da gəldi. Əsla, sentyabrın 15'ini söz söyləməmişəm ki, üzr istəyən. Bax, pozğun söz deməmişəm ki, qayd eləsinlər. Pozğun söz deməmişəm ki, qızı qəhbədir. Deməmişəm ki, qızı ərəblərlə gəzir. Deməmişəm ki, qızı o maşından bu maşına düşür. Deməmişəm ki, onu. Mənə o deyibdi ki, özgənin kişisini alıb, gətirib, evdə, qızının yanında 100 lira hoqqaladığı onu mən demişəm, o mənə deyibdir. Əxlassız mənə deyib, pozğun mənə deyib, yönsüz hərəkət mənə deyib. Mən niyə özü xalqlı qısım, yalaqlar, daha belə, bizim Azərbaycan xanlarında bir vəsiyə belə, üzür istəyirəm. Bunun kəlləsi üzür, bax, bunun kəlləsi. Yox. O mənə dəyibdir, mən ona dəyməmişəm, Allah var, ləyəğini versin. Mən niyə İsminadan üzr istəyirəm? Sentyabrın 15'dən bura o mənə pozğun dedi, qəhbə dedi, nələr dedi mənə. Mənə dedi ki, gedib uşaqlar birliyinə deyəcəm ki, uşaqları əlindən alsın, o pozğundur, qəhbədir. Məni apardılar o başqa bir otelə, qayd eləsinlər. Başqa bir otelə, gördüm ki, vay, iyrəşdim. Həmən qaladığımız otel, Bakın oteldə. İyrəş vəziyyətdədir. Yığdım Elçin müəllimi, bax o oğul. Füzuliyə dedim ki, mən ölsəm də gecəli ilə qəbəliyə gidəcəm, mən iyrəş yerdə. Mənim tualetim, hamamım, gündə xlor tökürəm, iyrəş olmur. Bunlar bütün ATB iştirakçıları, kişi də, arvad da. Şey olur, bir yer olur. Kişilərə ayrı tualet verməyin dərdinə. Kişilər gəlib arvadların tualetində yuğunur, qırxınır, temiz gedir. Lan çok diyeceğim. Üzün de kırılır. Kişiler gelip arvadların tuvaletinde üzün de kırılır. Koltuğun altında kırılır, kabağın da kırılır. Allah, Türk var ha. Montajda Türk irgendim. Üzler yuram, ay Allah, buzda kara tüküşlerim ki. Arvadların saçım tükür. Elçin müəllimi yığdım, sağ olsun, teşekkür ederim. Elçin müəllimə, dedim ki, Elçin müəllim, bu oteldə mən qalmıram. Dedim, niyə? Şəklini çapmadına çəkib attım Elçin müəllimə. Dedim, Elçin müəllim, bax indi. Dedi, sizə otel yerləşdirəcəyik. Mənə lüksürlü otel verdi, ailəvi. Uşaqlarıma, mənlə üzbəüz, uşaqlara başqa otaq verdi, bizə başqa otaq verdi. Qardaşlarım, bacılarım. Sağ ol, sana yine sağ ol. Canına orada açmışam da hamı görmüş orada canında. Ben de orduydum. Vatandaşta. Vatandaşta. Salam aleyküm. Ayala, oranın tuvaleti qızıldır. Səhər gətirirlər, axşam gətirirlər, prosteynalı. Səhər gətirib prosteynalı dəyişirlər. Təzəsən birini salırlar. Uşaqlarıma dözmədən. Bəzən bu resti. Axşam birini, səhər birini. Ay Allah, oranın prosteynasından adam mirgənir. Ay Allah, bu oteldə. Gedirlər tuvaletə, oranın Ekim otelində. Ekim oteldə.
Ay Allah. Arvadlar, ay Allah. Ay Allah. Arvadlar orasın burasın qırğır. Abala, sudur. Bunu tükü də olsa təmizliyin də. Ada bilirsin. Ağaq, qabaqların ağaq tükü, qoltuqların ağaq tükü, kişilərinki, arvadlarınki. Ayrı otel verilmir, hamam verilmirdi. Elə, hə. O bizə otel verəndən sonra Esmira benden bak belə oldu. Gözələ qəşəng otel verilib, bizə verilmirdi. Özə bizlə gedib o otelə. Bizi nətər ATV-dən çıxmırıq. ATV-dən çıxanda biz də o ATV maşınla minirik, gedirik. O da bizim maşındazdır. Ondan sonra o otelde o gördü. Oteldi, çek. Ye işte tapbarsan. De kardeşim gördü. Wi-Fi içinde, televizyon içinde. Tak kravan ne güzellikte. Ben niye Esmira'dan kızından üzülsem? Balığı yonu, balığı temizleyir. Belediye kızı. De balığın içidir bu. Qəbirdə yatan dədəsidir bağı balığın içi. Bir də anasıdır. Mən ona hərəkət eləmişəm. Mən onu elə hərəkət elədim mən ona. Gözəl oxumayıbdır, savadsızdır. Bayaqdan deyib gülürdük. Bax, gözəl oxumayıbdır. Ay dostlar, özü belə deyib. Qızı Esmira'nın qızı. Ay dostlar, gözəl oxumayıbdır, savadsızdır. Onu kimsələrini susuz aparıb, susuz qaytarıb gətirərəm. Nə olsun oxumamışam? Bərba, mən də o sözə cavab olaraq demək istəyirəm ki, Azərbaycanda əksinədir, oxumayanlar qabağa gedir. Bu Şərurlu İsfəndiyar var, eşitmisiniz? 1 milyarddan çox, 3 milyarda yaxın milyonu var. Hə, bilirəm o haqqında. Həmən o Şərurlu İsfəndiyar heç birinci sinifə də getməyib. Öz adını yaza bilmir, hərf tanımır. 3 milyarda yaxın var dövləti var. Durub bundan mən durub üzrü xalqlıq istəyəcəm. Yaxşı söz demişdim. Dədəmin qəbirstanlıqda ulamalar gəlib üzrü xalqlıq istəyəcək. Nəhlət şeytana de, bir yolla onunla da barışa, barış. Onunla da barış. Bu bərəkətə and olsun. Mən həyat yoldaşımı, mən həyat yoldaşımı tapdali bundan barışmayacağım. Gör, Füzuli də icazə verərsə, halallıq verərsə, razılıq verərsə, barışa çıxsın, gelsin. Dəliyəm. Çıxsın desin ki, gözəl üzr istəyirəm. Mən dəliyəm. Yalağam. Götə girənəm. Evet, o düzgün olmur axı, qaqa. O düzgün olmur axı. Yəni mən deyirəm söhbətə Yox, söz söhbət nəyə qoy, kim oradan nə cür danışacaq, o atvetində gözəl verəcək, zor eləyəcək. O, haqsız danışan o, düz danışan gözəl, haqlı gözəl barışacaq onun. O gəlsin bax, bura. Bilirəm, gözəl haqlı deyir, gözəl, bunu Allah da görür. Bəndə də bunu bütün millə belə bir məcbur da işləsən məni, gəlsin, sadəcə olaraq nöqtə qoysunlar da elə bir ki, bir söz deyirəm, mən. Yəni nöqtə qoyulsun bu. Nöqtə qoyulsun, gedin örgədin, başa salın gəlsin bura. O insan bunu söyüb da. O adam buna şər yaxıb da, ona qararı o yaxıb da buna. Orada mən səndən razıyam. O mənə söydü. Sentyabrın 15-dən mənə otel verib, Zahar mənim deyir, mənə otel verəndən bəri bax məndən belədir. Gəlsin səhvin başa düşsün da, gəlsin səhvin başa düşsün ki, insan qaralar yaxıb. Günün qarı eləyib. Günün qarı eləyib. Ağzına gələni yaxıb buna. Çıxıb canlıdadır. Özü kimi trinqələtlər də çıxardır, gözəl belə. Füzulinin Xaxın oğlunu balasından ayırdı. Xaxın oğlunu mən əgər balasını almışamsa Allah mənə qəlb olsun. Yoxsa bugünkü günə qədər var. Üstümə şəratanı var. Balası qabağına döşənsin. Mən də eşitdim. Orada haqsızlıq edir. Hansı balası? Esmira'nın var. Esmira. Sən hansı balı çox istəyirsənsə bala, sənin balan neydi qabağına düşərsin, qabağına. Bax, son. Şöbədə də dinər, polisə də dinər. Biz o gözəl tanıyandan sonra biraz abra gəlib, gözəlləşib, kökəlib nə gün deyil. Bilirsən nə?
onu şəxsən mən deyişdim. Elə bir şey olmuyor. Bax, deyir ki, iki balaların gözü yaşlı qoydu, Füzulini apardı. Olmuyor bax, ay Esmirə xanım, niyə yalan danışırsınız? Allah Bir il 6 ay Füzuli təkər səkində yatdı. Bir il 6 ay Füzuli gözünüzün qabağında. Atabəyə sığınacaq təkər səki. Onda Füzuliyə yazığınız gəlmədi. Gözəllə ailə qurdu deyənə yazığınız gəlir. Hə? Allah sənin var. Sən gözəl. Yana Gözəl. qalıram. Sadəcə olaraq. Çıxardanı var. Allah balası ölsün. Balası ölsün. Balası ölsün. Nəvəsi meydi gəlsin. Get. Meydi gəlsin. Esmira'nın nəvəsi meydi gəlsin. Yox, elə demə gözəl. Yo. Qardaşım yox. Qardaşım yox. O mənə dedi ki, Füzulini zorla evə gətirmişsən. Mən harada evimə gətirmişəm? Harada parasından ayırmışam? Günah da öyle yalandan danışır. Hə? Sən bir qadın adına sən ləkə yaxırsan. Və sənin 4 dənə bacıların, 4 bacısız Esmira. Hansı biri səndən danışır? Hansı biri səndən danışır? Kaydetsinlər. Hansı biri? Bacın o qoşuldu ora, sənin doğma bacın. Zaurun verilişinə. Qoşuldu dedi ki, bu dedi, 4 bacı dedi, 4'ümüz de üstüne şerler atır dedi. 4'ten atır dedi. Kartları var da məndə. Sənin bari hansı balığı istəyirsən, balan loğmatik olsun. Loğmatikə gətirmiş deyirlər. Nədən var? O Allah'tan istəyirəm. Reis baba, Şizzabıt baba, Efendi baba. Allah Esmira'nı bara. Sağdan sağlam sərvər geçsin balası. Meydi geçsin. Bəli, bax, ürəyim, gör nə deyim, sən bilsən, mən çox istəyirəm. Amma nəvəsini söyümə də, xahiş edirəm, uşaqlara dəyməyim. Qarmış edirəm, söymirəm. Allah, uşaqlara dəyməyim. Yaşlılar da, uşaqlar da, onlara dəyməyim. Esmir Hanım var ha, mənim adıma pozğun çıxadan ki, zorla. Yəni, mən nə deyirəm, uşaqlara dəyməyəkdir, uşaqlara qarıqs eləməyək, gözəl bu. Elə. Esmir Hanım, payını tutan geçsin. Mənə də pul lazımdır, öyle atmadan. Ben əsəbimlə oynamıyorum. Oturum da, qoyun oturum da. Əsəbimlə oynamıyorum. Mən Esmir'e yalaq deyiləm. Nə də götünə girməyəcəm. Qutardı. Da bəsdir da. Esmir'e məni canına açıb, kayıtlar var məndə. Canına açıb deyir ki, evini özde kişisi gətiribdir. Evini özde kişisi gətiribdir. Balasının yanına. Seni yağacağım. Günahkar oğlan. Buna 52 bin tane kara yakıb. Ben de bu gelip bu günahsız, düzgün olan insan, səhv insandan üzür istəməli. Harada görüşür? Yok. İstəyirəm ki, deyəm başı istəyirəm. Bu gəlsin məndən üzür istəsin. Pox yer, ben əsmini azalım. Söymüşəm ana. Dədəsinə söymüşəm Esmira'nı. Anasına söymüşəm Esmira'nı. Nəslində söymüşəm. Kayıtlar var məndə. Ver telefonu bura. Gör nələr deyir, deyir bura. Ben söyleyeyim, o senin üstüne pis karalar yakıb. Sen niye üzür istəməlisən ki? Sen niye barışmalısan? Səhvi o eləyib, o gəlməlidir, burada çıxmalıdır, deməlidir ki, bağışda səhv eləmişəm, mən dediklərimin heç bir əsası yoxdur, səhv eləmişəm, üzür istəyirəm, 5 artıq üzür istəyirəm. Belə deyib getməlidir. Yox be. Elə şey olur, sen ne gedib üzür istəyirsən ki? 52 bin Bokka durğuzub sənin üstüvə o yanına. Yazır gözəl onun haqqında nə deyib ki? Heç nə də deyib eləməyib. Günahkar onu gəlsin günahın boynuna alsın da. Valla da bu yazıq neyləsin? Qeyrətlə namusla yaşayan insan olub. Ailə qurub. Ben bu səhv hərəkət edir. Bəlkə pozğunluq edir. Bir günah edir bu adam. Onun haqqında gedib elə danışırlar. Özü başa çalacaq. O kimdir ki? Sənin öz həyatı var, öz yolu var. Öz yolda. Hayır. Neyse. Allah sana desin, ay Allah, necəsiz canım benim. Gəlib çıxıram, gələcəm.